Salam. Bu videoda siz təsviri incəsənət fənninin nə olduğunu, necə yarandığını, bu fənlə nələrin aid olduğunu, bu fənn sayəsində nələrin yarandığını öyrənəcəksiniz. Ümumiyyətlə, təsviri incəsənət fənninin məzmununu öyrənməmişdən öncə bu fənn sayəsində nələr var, bu fənnə nələr aiddir, onları bilmək lazımdır. Sonra fənnin məzmununu öyrənmək lazımdır. Gəlin baxaq görək, təsviri incəsənət nədir və necə yaranıb? Təsviri incəsənət nədir? Təsviri incəsənət bizi əhatə edənlərdir və yaradıcı insanların yaratdıqlarıdır. Burada bizi əhatə edənlər dedikdə, yaşadığımız ev, bizi əhatə edən fikirlər, təsviri incəsənətin memarlıq növünə, istifadə etdiyimiz məişət əşyaları, qab-qacaq, zinət əşyaları, geyim, təsviri incəsənətin dekorativ tətbiqi sənət növünə aiddir. Yaşadığımız ev, bizi əhatə edən fikirlər, təsviri incəsənətin memarlıq növünə aiddir. İstifadə etdiyimiz məişət əşyaları, qab-qacaqlar, zinət əşyaları, xalçalar, geyim, təsviri incəsənətin dekorativ tətbiqi sənət növünə aiddir. Görkəmli şəxsiyyətlərə və tarixi hadisələrə həsr olunmuş abidələr təsviri incəsənətin heykəltaraşlıq növünə aiddir. Çəkdirdiyimiz fotoşəkillər isə təsviri incəsənətin ən yeni növü sayılan fotoqrafiya sənətinə aiddir. Burada insan dedikdə rəssam, dizayner, memar, heykəltaraş, zərgər, xalçaçı, dulusçu, dərzi və başqa yaradıcı insanlar nəzərdə tutulur. Memarın hazırladığı tikilinin layihəsi, heykəltaraşın yaratdığı abidə, rəssamın yaratdığı əsərlər, xalçaçının toxuduğu xalçalar, zərgərin hazırladığı zinət əşyaları, dizaynerin hazırladığı əşyalar, geyimlər, avtomobillər, dərzinin tikdiyi geyimlər təsviri incəsənətə aiddir. Təsviri incəsənət necə yaranıb? Təsviri incəsənət qədim insanların yaşadıqları mağara divarlarında, daşqayalar üzərində çəkdikləri cızdıqları təsvirlərin, rəsmlərin əsasında yaranıb. Təsviri incəsənət nə zaman yaranıb? Təsviri incəsənət qədim zamanlardan yaranıb. Buna misal olaraq Qobustan qalisi təsvirlərini göstərmək olar. Qobustan qalisi təsvirlərində qədim insanlar ovladıqları heyvanları təsvir edib. Əsasən, bundan başqa yallı gedən insan təsvirlərinə də rast gəlinir. Təsviri incəsənətin ən qədim nümunələri hansılardır? Qobustan qalisi təsvirləridir, arxeoloji qazıntılar zamanı tapılmış, gildən hazırlanmış qədim məişət əşyalarıdır, xalçalardır, rəsm əsərləridir, qədim memarlıq abidələridir. Ətrafımızda olan, bizi əhatə edən təsviri incəsənət nümunələri hansılardır? Yaşadığımız ev, bizi əhatə edən fikirlər, təsviri incəsənətin memarlıq növünə aiddir. Məişətdə istifadə etdiyimiz əşyalar təsviri incəsənətin dekorativ tətbiqi sənət növünə aiddir. Görkəmli şəxsiyyətlərə və tarixi hadisələrə həsr olunmuş abidələr təsviri incəsənətin heykəltaraşlıq növünə aiddir. Çəkdirdiyimiz fotoşəkillər isə təsviri incəsənətin ən yeni növü sayılan fotoqrafiya sənətinə aiddir. Baxdığımız kinolar, animasiyalar təsviri incəsənət sayəsində yaranmışdır. Deməli, təsviri incəsənət fənni qədim insanların yaşadıqları mağara divarlarında, daşqayalar üzərində çəkdikləri, cızdıqları rəsmlər sayəsində, təsvirlər sayəsində yaranıbdır. Buna misal olaraq da Qobustan qalisi təsvirlərini göstərə bilərik. Deməli, Qobustan qalisi təsvirlərində qədim insanlar əsasən ovladıqları heyvanları təsvir ediblər. Qobustan qalisi təsvirlərində əsasən keçi, öküz, maral təsvirlərinə rast gəlinir və qədim insanlar bu ovladıqları, qidalandıqları heyvanları yaşadıqları mağara divarlarında, daşqayalar üzərində təsvir ediblər və həmin o təsvirlər də günümüzə gəlib çatıbdır. Bundan başqa Qobustan qalisi təsvirlərində yallı gedən insan təsvirlərinə də rast gəlinir. Yəni, Qobustan qalisi təsvirləri təsviri incəsənətin ən qədim nümunəsidir və Qobustan qalisi təsvirləri sayəsində təsviri incəsənət fənni yaranıbdır. Sonra deməli, bizim məişətdə istifadə etdiyimiz qab-qacaqlardır, evimizdə olan xalçalardır,
zinət əşyalarıdır, gündəlik geyindiyimiz geyimlərdir. Bunlar da təsviri incəsənət fənninə aiddir. Təsviri incəsənətin dekorativ tətbiqi sənət növü dedikdə bizim məişətimiz nəzərdə tutulur. Yəni bizim məişətdə istifadə etdiyimiz qab-qacaqlar, evimizdə olan xalçalar, geyindiyimiz geyimlər, istifadə etdiyimiz zinət əşyaları, bunlar hamısı təsviri incəsənətin dekorativ tətbiqi sənət növünə aiddir. Dekorativ tətbiqi sənət dedikdə bizim məişətimiz nəzərdə tutulur və dekorativ tətbiqi sənətində özünə məxsus növləri var. Məsələn, xalçaçılıq növü var, zərgərlik növü var və digər növləri var. Dekorativ tətbiqi sənət təsviri incəsənətin gəlim növlərindən biridir. Ümumiyyətlə, təsviri incəsənətin bütün növləri gəlimdir. Və dekorativ tətbiqi sənət qədim insanların əmək alətləri hazırladığı dövrdən yaranıbdır. Və günümüzdə də bizim məişətdə istifadə etdiyimiz qab-qacaqlardır, evimizdə olan xalçalardır, istifadə etdiyimiz zinət əşyalardır, geyindiyimiz geyimlər də təsviri incəsənətin dekorativ tətbiqi sənət növünə aiddir. İndi isə gəldik növbəti növ olan memarlıq növünə, təsviri incəsənətin. Deməli, bizim yaşadığımız evdir, bizi əhatə edən tikililərdir, qədim memarlıq abidələridir, sonra müasir memarlıq abidələridir. Bunlar da təsviri incəsənətin memarlıq növünə aiddir. Təsviri incəsənətin memarlıq növü qədim insanların mağaradan çıxaraq özlərinə sığınacaq salması ilə, özlərinə sığınacaq tikməsi ilə yaranıbdır. Görkəmli şəxsiyyətlərin şərəfinə ucaldılmış abidələr, tarixi hadisələrə həsr olunmuş abidələr də təsviri incəsənətin heykəltaraşlıq növünə aiddir. Fotoqrafiya sənəti. Çəkdirdiyimiz foto şəkillərdə təsviri incəsənətin müasir növü sayılan fotoqrafiya sənətinə aiddir. Fotoqrafiya sənətinin yaranması məhz təsviri incəsənət fənni ilə bağlıdır. Fotoqrafiya sənəti yarandıqdan sonra animasiya yarandı, yəni cizgi filmlər yarandı. Animasiyadan sonra isə kinolar yarandı. Yəni fotoqrafiyanın yaranması, animasiyaların yaranması, kinonun yaranması məhz təsviri incəsənət fənni ilə bağlıdır, əlaqəlidir. Və fotoqrafiya sənətinin yaranması haqqında, animasiya sənətinin yaranması haqqında, kino sənətinin yaranması haqqında biz təsviri incəsənət fənnini 9-cu sinifdə öyrənmiş oluruq. Və bu deməli fotoqrafiyadır, animasiyadır, kinodur. Bunlar da məhz təsviri incəsənət fənni ilə bağlıdır. Yəni bunların yaranması və inkişafı təsviri incəsənət fənni ilə əlaqəlidir. Təsviri incəsənət fənni sayəsində yaranmış yeni sənət növləridir. Və avtomobillərin hazırlanması isə sənaye dizaynına aiddir. Dizayn özü təsviri incəsənətin bir sahəsidir və təsviri incəsənət fənni ilə bağlıdır. Dizaynın özünün də müxtəlif növləri var. Məsələn, geyim dizaynı var, sənaye dizaynı var, avtomobillərin hazırlanması məsələn sənaye dizaynına aiddir və sənaye dizaynı haqqında təsviri incəsənət fənni 8-ci sinifdə öyrənmiş oluruq. Deməli, avtomobillərin hazırlanmasıdır, kinonun yaranmasıdır, animasiyanın yaranmasıdır, fotoqrafiyanın yaranmasıdır. Bunların hamısı təsviri incəsənət fənni ilə bağlıdır. Deməli, təsviri incəsənət dedikdə nə nəzərdə tutulur? Təsviri incəsənət dedikdə bizi əhatə edənlər nəzərdə tutulur. Yəni, bizim yaşadığımız ev təsviri incəsənətin memarlıq növünə aiddir. Məişətdə istifadə etdiyimiz əşyalar, qab-qacaqlar, geyindiyimiz geyimlər, evimizdə olan məsələn xalçalardır, istifadə etdiyimiz zinət əşyalardır. Bunlar hamısı təsviri incəsənətin dekorativ tətbiqi sənət növünə aiddir. Abidələrdir, heykəllərdir, təsviri incəsənətin heykəltaraşlıq növünə aiddir. Fotoqrafiyadır, kinodur, animasiyadır, avtomobillərin hazırlanmasıdır. Bunlar da təsviri incəsənət fənni ilə bağlıdır, əlaqəlidir. Bu qədər ümid edirəm təsviri incəsənət fənninin nə olduğunu
artıq daha dərindən başa düşdünüz. Video ilə bağlı suallarınız varsa rəy bölümündə yaza bilərsiniz. Videonu bəyənməyi və paylaşmağı unutmayın. Sağ olun.